Fatimə hələ sağ idi, amma ömrünün son günləri idi. Əsma hər zaman onun yanındaydı. Əsma deyir ki, gördüm xanım durdu və yeni libaslarını geyindi, qüsl aldı və mən düşündüm ki, artıq özünə gəlir, artıq sağalır. Sonra dedi ki, Əsma, mənim yatağımı üzü qibləyə elə. Burada artıq bir balaca başladım narahat olmağa ki, necə yəni üzü qibləyə elə. Daha sonra deyir, mənə dedi ki, get əlini çağır mənim üçün. Və anladım ki, xanım Fatimə vidalaşmaq istəyir. Həzrət Əliyə deyəndə ki, Fatimənin halı pisdir və səni görmək istəyir, tarix yazır ki, yıxıla-yıxıla gəlmişdi evə. Birdən Fatimə dünyadan köçər və onu çata bilmərəm, onunla halalaşa bilmərəm. Yıxıla-yıxıla gəldi evə və Fatiməni gördü və o zaman vidalaşma baş verdi. Tarixdə qeyd olunur ki, xanım Fatimə Zəhra öz həyat yoldaşına Əli əleyhissalama belə deyir, səninlə evli qaldığım bu 9 il müddətində heç vaxt sənə yalan danışmamışam. Heç vaxt sənə xəyanət etməmişəm. Bacardığım qədər sənə yaxşı həyat yoldaşı olmağa çalışmışam və təbii ki, övladlarıma da yaxşı ana olmağa çalışmışam. İndi de görün, məndən razısanmı? Xanım Fatimə Zəhra bu qədər təvazökar bir xanım idi.